Sən də 3 ədədin əkobunun tapılmasında çətinlik çəkirsənsə, bu videonu axıra kimi izlə. Demək, 36, 54 və 210 ədədləri verilib. Əvvəlcə biz 36-nı, 54-ü və 210-u sadə vurğularına ayırmalıyıq. Sadə vurğulara ayırandan sonra, indi 36 neçə deməkdir? 2 üstü 2 vurulsun 3 üstü 2. Yəni 2-nin kvadratı vurulsun 3-ün kvadratı. İndi keçək 54-ə. 54 2 vurulsun 3-ün kubu deməkdir. 210 2 vurulsun 3 vurulsun 5 vurulsun 7-dən ibarətdir. Əkobu tapdıqda biz fikir verməliyik ki, hansından çoxdursa hər vuruqdan onu götürməliyik. Məsələn, burada fikir verərək ki, ən çox 2-nin kvadratı var. Demək, yazaram 2-nin kvadratı. 3 vuruğuna baxaq. 3-dən ən çox 3-ün kubu var. Vurulsun 3-ün kubu. Sonra baxarıq 5-dən bir dənə də vur 5. 7 də vuruğu. 7 vuruğu da bir dənə də vurulsun 7. Bunları vurub hesablasaq cavabımız edər 3780. 3780. Bu qədər sadə.